Ağdaşdan hər kəsi salamlayıram. Hər vaxtınız xeyir olsun. Necəsiniz? Nə var, nə yox? Burada da xanımlar, bunu heç kəs yemədi, alnından qalıb, israf olmasın deyə, atılmasın deyə özüm yeyirəm. Yəni ümumiyyətcə xoşlamıram nəyisə israf eləməyi, nəyisə atmağı, qalan yeməklər olsun və yaxud da ki, indiki zamanə pis zamanədir. Yəni ona görə heç nəyi israf etib atmaq olmaz. Sonra uşaqlara pomidor yumurta bişirirəm, hazırlayıram. Biri biberli istəyir, biri bibersiz, biri yumurtanı çox, biri yumurtanı az. Ona görə məcburəm belə ayrı-ayrı tavalarda hazırlayıram. İndiki uşaqlar çox kaprizlidir. Mənə də çox deyirlər, nə bişirirsən, nə qoyursan, yesinlər. Amma ürəyimə qandıra bilmirəm. Ürəyimdən çıxarda bilmirəm. Yəni uşaqdır, yemirəm dedilərsə yemirlər. Ona görə məcburam, ac qalmasınlar deyənə onların istədiklərini, sevdiyi yeməkləri hazırlayım, onlara verim. Bugün səhərdə axşamdan sonra tutdum nə istəyərsiniz, səhərə nə hazırlayım, dedilər pomidor yumurta. Mən də sevə-sevə hazırladım. Tək onlar yesin, tək onlar doysun. Mənə də onda çox xoş olur ki, onlar toxdurlar və sevdikləri yeməklər qarşılarındadır. Allah bütün uşaqları qorusun. Yəni hərə bir şeydən ləzzət alır, hərə bir cür həyatdan hərə bir cür ləzzət alır. Mən də uşaqlardan, evimdən, ailəmdən, yəni ailəmə qulluq eləməkdən, uşaqların sevdiyi hər bir şeyi hazırlamaqdan, yeməkdən, tək yemək yox, ümumiyyətcə uşaqların hər bir şeylərini, yəni istədiklərini, sevdiklərini həyata keçirdəndə çox xoşbəxt oluram. Yəni bu mənə çox xoşbəxt edir. Hərdən uşaqlara sual verirəm ki, kənarda çörək yemək istəyirsiniz, gedib deyirlər, yox, ehtiyac yoxdur. Yəni sən necə lazımdır, süfrəni bəzəyirsən, necə lazımdır, bizə qulluq edirsən. Halal xoşları olsun, bir ana kimi borcumu yerinə yetirirəm. Yəni Allahın əmanətləridir, Allah mənə əmanət veribsə, axıracanda baxmalıyıq, böyütməliyik, arxasında durmalıyıq. Budur bizim süfrəmiz, olanımızı süfrəmizə qoymuşuq. Allah bütün süfrələrə ruzi bərəkət qismət eləsin, bizlər də içində inşallah. Xanımlar, abunə olub bəyənməyi, videolara baxan hər bir kəsdən rica edirəm. Videolarımı bəyənsinlər, abunə olsunlar. Çox ehtiyacım var. Burada uşaqlar əladır, göstərirlər. Nuş olsun, yeyin. Göyərti, turp yeməsələr də qoydum süfrəyə, dedim bəlkə ürəkləri istəyər, nəfsləri çəkib yeyər, amma yemədilər. Budur bizim həyətimiz, sonra düşdüm həyətə, budur həyətimiz, hər gün eyni işlər, hər gün eyni, yəni gördüyümüz işlərdir. Hər gün də həyətimiz bu günə düşür, süpürmək belə, düşmüşəm həyətə süpürməyə, təmizləməyə, yığışdırmağa. Bu da təmiz halı. Süpürdükdən sonra yağış çiskin yağır. Həmişə xoşum gəlir, ləzzət edir mənə həyəti süpürəndən sonra yağışın yağması. Ona görə hər gün süpürürəm, birdən yağış yağar. Yağış yağanda da həyətdə öydü, yarpaqlar yapışır, pis günə düşür yəni həyət, sonra da təmizləmək daha da çətin olur. Ona görə hər gün süpürürəm, təmizləyirəm, sonra da ləzzətlə baxıram belə. Bu meyvə haqqında xanımlar, izləyicilərimdən biri məlumat verdi, özü də ətraflı məlumat verdi. Allah ondan razı olsun, çox sağ ol. Buradan təşəkkürümü bildirirəm, izləyir.
Dedi ki, bunun adı Kintondur və yəni ətraflı məlumat verdi. Şəkərin dərmanıdır, təzyiqin dərmanıdır, təzyiqi normallaşdırır, ətirlidir, qabıqlı yeyilir, ağızdan uzun müddət gözəl bir qoxu gəlir. Yəni belə ətraflı məlumat verdi. Çox sağ olun. Həyətimizin limonu, mandalini çox xoşum gəlir. Ümumiyyətcə həyətimizin hər bir meyvəsindən, yəni çox ləzzət edir mənə. Həyət hayf deyil, həyət döyü, həmişə həyət döyü. Mən çox xoşlamışam həyətdə evi. Yenə kiçik bir alış-veriş etmişik. Belə bir salfetka almışam. Uşağa at paltarı, qızıma at paltarı götürmüşəm. 4 dənə idi. Oğluma belə bir palver, çox gözəl, yəni içi mexli, çox xoşum gəldi. Yəni endirmə düşmüşdü, götürdüm. Çox qəşəngdir. Burada göstərirəm belə hər tərəfli, yəni çox xoşum gəldi, çox bəyəndim. Uşağın da əynində çox qəşəng durdu. Belə bir şirəli qazan tava aldım. Qazan tava gedir də, qapaqlılara qazan tava deyirik. Qazan tava aldım, çox gözəldir, yəni çox xoşum gəlirdi, aldım. Evə lazım idi. Bu da qızımın ehtiyacları. Belə bir qız uşağınla çıxanda təbii ki, yəni çox şey istəyir qız uşaqları. İstədiklərini götür. O bilərziklərdən var idi, bu rəhləri yox idi. Yenə də götürdü. Bu da onun ehtiyacları. Mən də qırmadım qəlbini. Uşaqdır. O istədikləri. Belə xanımlar, aldıqlarım da bu qədər. Çox sağ olun izlədiyiniz üçün. Bu da barmaq keçən dəfə almışdıq. 1 manat 50 qəpik idi, neçə idi. Çox sağ olun.